Bakının Xətai rayonunda qadın sevgilisi tərəfindən döyülüb. Hadisə rayonun Orxan İsmailov küçəsində yerləşən evlərdən birində baş verir. Tovuz rayon sakini 1980-ci il təvəllüdlü Tacəddin bircə yaşadıkları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Türkanla mübahisə edib. O qadının sifət nahiyəsinə qəsdən əli ilə vurmaqla onu döyüb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə ifadə verən Tacəddin bildirib ki, Türkan ilə 6 aya yaxındır tanışdır və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıblar. Onunla yaşadığım müddət ərzində mehriban olsaq da, son zamanlar mənə verdiyi borc pulu qaytarmamağım səbəbilə aramızda tez-tez mübahisələr baş verdi. Sonuncu dəfə məlum hadisə günü saat 13:20-də bircə yaşadığımız evdə olarkən Türkan mənə verdiyi borc pulu qaytarmamağımın səbəbini soruşdu. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə vaxtı Türkanın sifət nahiyəsindən əl zərbələri ilə bir neçə dəfə vuraraq onu döydüm. Onu döyməyim barədə polisə məlumat verəcəyini bildirdikdən sonra evdən getdim deyə o ifadəsində göstərib. Xətai rayon məhkəməsinin hökmü ilə Tacəddin 1500 manat miqdarında cərimə olunub. Bundan başqa Bakıda kafedə 47 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Hadisə ötən ilin dekabrın 31-də Sabunçu rayonu Sabunçu qəsəbəsi Maykovski küçəsində baş verib. Oğuz rayon sakini 1979-cu il təvəllüdlü Adil həmin gün saat 15 radələrində qeyri-rəsmi yaşadığı Vüsalənin işlədiyi adsız kafeyə gəlib. O kafenin mətbəxində Vüsalənin ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz nahiyəsinə 2 dəfə vurub ona ağır botomlu müşayiət olunan xəsarətləri yetirib. İş üzrə ifadə verən Adil bildirib ki, təxminən 10 ilə yaxındır Vüsalə ilə qeyri-rəsmi münasibətdə olublar. Məlum hadisədən əvvəl Vüsalə ilə telefon vasitəsilə danışarkən mübahisələrimiz oldu. Həmin gün təxminən saat 15 radələrində münasibətlərimizi aydınlaşdırmaq üçün onun işlədiyi kafeyə getdim. Kafenin mətbəxində söhbət edərkən o mənimlə kobud danışdı. Buna görə aramızda mübahisə yarandı. Bundan qəzəblənərək 2 dəfə əlim ilə onun üz nahiyəsindən zərbələr vurdum deyə o ifadəsində göstərib. Adil qeyd edib ki, Vüsalə ilə əvvəllər çox yaxşı münasibətləri olub, ona çox dəstək olub. O, etdiyi əməldən peşman olduğunu söyləyib. Sabunçu rayon məhkəməsinin hökmü ilə Adil 1000 manat miqdarında cərimə olunub. Bakının Xətai rayonunda 41 yaşlı kişi tanışına xəsarət yetirib. Hadisə rayonun Babək prospekti 95 ünvanında baş verib. Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Rüfət Mirzəyev əvvəllər tanıdığı Ruslan Babayev ilə onun çalışdığı qaynaqçı emalatxanasında mübahisə edib. O şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ruslanı əl zərbələri ilə baş və sifət nahiyələrindən yumruqla döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Rüfət bildirib ki, Ruslan ilə 2025-ci ildən tanışdıqları var. Həmin şəxsin qaynaqçı emalatxanasında usta kimi çalışıb. Məlum hadisə günü saat 18:10-da Ruslanın icarəyə işlətdiyi emalatxanaya getdim və onunla birlikdə çay içdik. Bir-birimizlə zarafat etməyə başladıq. Ruslanın etdiyi zarafatdan əsəbləşdim, mənimlə zarafat etməməsini bildirdim deyə Rüfət ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əvvəl də Ruslana hər dəfə onunla kobud zarafat etməməsi barədə xəbərdarlıq edib. Buna baxmayaraq Ruslan hər dəfəsində zarafatlarına davam edib. Həmin vaxt Ruslan mənimlə etdiyi zarafatdan əsəbləşdim və əlimlə onun sinəsindən tutaraq geri itələdim. Bu zaman aramızda yaranan mübahisə zəminində əsəbləşərək qəsdən əl zərbəsi ilə Ruslanın sifət nahiyəsinə bir dəfə vurdum. Bu vaxt Ruslanın burnundan qan gəldiyini gördüm və oradan getdim deyə
o ifadəsində göstərib. Xətai rayon məhkəməsinin hökmü ilə Rüffət Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə təqsirli bilinib və o 1200 manat miqdarında cərimə edilib. Bakının Sabunçu rayonunda ər-arvadına şiddət göstərib, hadisə bu ilin yanvarın 4-də baş verib. Şamaxı rayon sakini 1994-cü il təvəllüdlü İslam həmin gün saat 12 radələrində qaynanasının yaşadığı evin qonaq otağında həyat yoldaşı Zərrin ilə mübahisə edib. Mübahisə zamanı Zərrinin onunla kobud danışaraq üzündən itələməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə qadının qol nahiyəsindən bir dəfə vurub ona xəsarət yetirib. İş üzrə izahat verən İslam bildirib ki, təxminən 3 il öncə Zərrin ilə ailə həyatı qurublar. Bu nikahdan bir az yaşlı övladları olub. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar mütəmadi olaraq aramızda müxtəlif səbəblərdən mübahisələr yaşanıb. Hazırda boşanmışıq deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, təxminən 1 il öncə Zərrin dövlət övladını da götürərək atasının evinə köçüb. Bir müddət ərzində az da olsa onların evinə gedərək övladım ilə görüşmüşəm. Məlum hadisə günü təxminən saat 12 radələrində onların yaşadığı evə getdim. Övladımı qucağıma götürdükdə Zərrin onu əlimdən almaq istədi və məni nalayiq ifadələrlə təhqir etdi. Bu zaman aramızda mübahisə yarandı. Ona iradımı bildirdikdə isə əli ilə üzümdən itələdi. Bundan qəzəblənərək əlim ilə bir dəfə Zərrinin qol nahiyəsindən itələyərək özümdən uzaqlaşdırdım. Evdə olan qardaşı və bacısı bizi aralaşdırdılar deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Sabunçu rayon məhkəməsinin hökmü ilə İslam 1000 manat miqdarında cərimə olunub.